bir şirin nəğmədir, necə mənalıdır müəllim ömrü. Könüllər oxşayan xoş təranədir, güneş sevdalıdır müəllim ömrü. Könüllər oxşayan xoş təranədir, güneş sevdalıdır müəllim ömrü. Eriyir şam kimi, sönür şam kimi, şagird yüreğinde məhşəl yandırır. Sevimli gençlerin olur həmdəmi, hayat yollarını ışıklandırır. Kimi sönür şam kimi, şagird yüreğinde məhşəl yandırır. Sevimli gençlerin olur həmdəmi, hayat yollarını ışıklandırır. Sevimli gençlerin olur həmdəmi, hayat yollarını ışıklandırır. Zekası nur saçar yollarımıza, ışıqdı ziyadı müəllim ömrü. Varlığı güc verer qollarımıza, bir başka dünyadı müəllim ömrü. Varlığı güc verer qollarımıza, bir başka dünyadı müəllim ömrü. Eriyir şam kimi, sönür şam kimi, şagird yüreğinde məhşəl yandırır. Sevimli gençlerin olur həmdəmi, hayat yollarını ışıklandırır. Kimi sönür şam kimi, şagird yüreğinde məhşəl yandırır. Sevimli gençlerin olur həmdəmi, hayat yollarını ışıklandırır. Sevimli gençlerin olur həmdəmi, hayat yollarını ışıklandırır. Tamam, ben başlayayım. Bu seni gelme cümlene başka. Yüreklerimiz beğendiğini birbirimize. Buyurun. Allah rahmet eylesin. İki defa görüşeydi, buradan hava açtı. İki defa temlerin bir yere, yürüyüşür, görüşür. Sebep istiyorsun, sebep verirsiniz. Elbuzun yeri saklayın ha. Elbuzun yeri sakla. Elbuzun yeri sakla.
çata bilmez. Könlüm o günün vəslinə ne üçün çata bilmez. Hicranın əlinə gece gündüz yata bilmez. Sevdayı məhəbbətləki məşhur cahane Sevdayı məhəbbətləki məşhur cahane çok sadə bu könlüm evi heç hətta bilməz. Ay aman, aman Nəcabətle əsli gərəkdir. İnsanda ya nəcabətle onun əsli gərəkdir. Ayran nə qədər qalsa da ya qayma ya tuta bilməyən. Elə bir dürr yarat, xalq səni sevsin. Xalq sevsə sənətkar, xalq sevsə sənətkar, ona ağlata bilməz. Aman aman, aman, gedək aman, ay senin nəmədən kəsir satırlar, şəlaylar üstünə satırlar. Ay senin nəmədən kəsir
qalan müəllimlər müəllimi Məmmədov Şükür Ömürmalıoğluna həsr olunmuş Təhsil Fədaisi kitabının təqdimatı ərazisinə yığışmışdır. Yəni təqdimatı keçirən kitabla bağlı hazırlanmış videosarfa tamaşa edin. Müəllim gözləri coşqun bir ümman Nurulub səpilir həyat yoluna Müəllim ürəyi yanır hər zaman Arzular qızının yanar oduna Müəllim ürəyi yanır hər zaman Arzular qızının yanar oduna Müəllim bağbandır elə bağban ki Hər gülü qönçəsində bir ömür yaşar Müəllim loğmadır elə loğman ki Səsində, sözündə min bir məlhəm Səsində, sözündə min bir məlhəm var Səsində, sözündə min bir məlhəm var Səsində, sözündə min bir məlhəm var Müəllim şairdir yetirmələri Onun ən mənalı şeirləridir Müəllim bəstəkar şagirdləri isə Onun qəlb oxşayan nəğmələridir Müəllim bəstəkar şagirdləri isə Onun qəlb oxşayan nəğmələridir Müəllim bağbandır elə bağban ki Hər gülü qönçəsində bir ömür yaşar Müəllim loğmandır elə loğman ki Səsində, sözündə min bir məlhəm Səsində, sözündə min bir məlhəm var Səsində, sözündə min bir məlhəm var Səsində, sözündə min bir məlhəm var Müəllim hər kəsə qiymət versə də Onun əməyinin qiyməti yoxdur Dünyada bir insan var mı görəsən Dünyada bir insan var mı görəsən Ömrümdə müəllim zəhməti yoxdur Ay əman, ay 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 Doğmasan nə qədər əziz Bilirəm nə desəm az olar yenə Odur ki önündə baş əyirik biz
baş eğirik biz. Odur ki önünde baş eğirik biz. Odur ki önünde baş eğirik biz. Hörmətli tədbir iştirakçıları, Təhsil Tədarisi kitabının təqdimat mərasimindən həsr olunmuş tədbir, Yeni Azərbaycan Partiyası Ağzaqabul rayon təşkilatının təşkilatçılığı ilə Ağzaqabul rayon İcra Hakimiyyəti və Şirvan Salyan Regional Təhsil İdarəsinin Ağzaqabul rayonu üzrə təhsil sektorunun dəstəyi ilə təşkil olunmuşdur. Bugünkü tədbirimizdə Ağzaqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini Salih Ələsgərov, başçının humanitar sahə üzrə müavini Quraman Məmmədova, Yeni Azərbaycan Partiyası Ağzaqabul rayon təşkilatının sədri İsmail İbrahimov, Şükür müəllimlə Respublikanın müxtəlif rayonlarında eyni vaxtda işləmiş rayon təhsil şöbəsinin müdürləri və rayonun təhsil müəssisələrinin rəhbərləri, həmçinin uzun illər Şükür müəllimlə bərabər işləmiş və müxtəlif məktəblərə rəhbərlik etmiş, hal-hazırda təqaüddə olan yoldaşlar iştirak edirlər. Çıxış üçün söz verilir Yeni Azərbaycan Partiyası Ağzaqabul rayon təşkilatının sədri Şükür müəllimin yetirməsi İsmail İbrahimova. Salam, bəzimizi xoş gördük, əziz tədbir iştirakçıları, hörmətli qonaqlar, digər rayonlarımızda təşviş gətirilmiş, təşviş gətirilmiş qonaqlarımız, həmimizi Ağzaqabul rayonunda xoş gördük. Bugünkü tədbirimiz Ağzaqabul təhsilində xüsusi xidməti olan, xüsusi dəstəkli olan Şükür müəllim haqqında hazırlanmış kitabın təqdimat mərasimidir və Yeni Azərbaycan Partiyası Ağzaqabul rayon təşkilatı olaraq biz də Şükür müəllim Yeni Azərbaycan Partiyası Ağzaqabul rayon təşkilatının uzun illər sədr müavini və kitabın elmi redaktoru və ön söz müəllifi, kimya elmlər doktoru, professor, Türkiyə Kars Universitetinin Xarici Əlaqələr Ofisinin başqanı, həm yerimiz, Ağzaqabullumuz, o cümlədən Şükür müəllimin yaxın dostu, sinif yoldaşı olmuş Hazalı Nəcafoğludur. Kitabımızın rəhbəri, Azərbaycan Respublikası Təhsil Institutunun elmi şahidi, pedaqoji elmlər doktoru, professor, əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyimizin Akif Abbasovdur. Digər rəhbərimiz Bakı Süleyman Universitetinin pedaqoji və psixologiya kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, əməkdar müəllim Ünal Əliyev. Kitabımızın müəllifi isə Azərbaycan Pedaqoji Universitetinin Məktəbədə Təhsil Pedaqogikası kafedrasının baş müəllimi, pedaqoji fəlsəfə doktoru, həm yerimiz Fəridə Əliyev. Kitabda Şükür müəllimin keçdiyi həyat yolu, əmək vəziyyəti, qazandığı uğurlar, gördüyü işlər, Ağzaqabul rayon təhsil inkişafı ilə bağlı yorulma fəaliyyəti və əldə etdiyi nəticələr, rayon təhsilinə uzun müddət rəhbərlik dövründə formalaşdığı icraiyyə məktəbi, çoxsaylı yetirmələri, rayon təhsil işləri, rayon əhalisi arasında qazandığı hörməti və nüfuzu barədə fikirlər, düşüncələr, xatirələr yer almışdır. Kitabda qələmə alınmış 35 yazıdan Şükür müəllimin yaxından tanıyan iş yoldaşları, tələbə və sinif yoldaşları, dostları, illərlə sinif işlədiyi, təhsil sistemində çalışan və hazırlıq təhsilinə əlaqəsi olan pedaqoglar, uzun müddət rəhbərlik etdiyi rayon təhsil müəssisələrində çalışmış və onun yaxından tanıyan təhsil işləri, rayon sakinləri, ümumilikdə 54 nəfəri kişiləri cəmlənmişdir. Kitabda Şükür müəllim haqqında düşünmələr qeydə alınmış insanlardan 4 nəfəri professor, bir nəfəri vəzifə doktoru, 6 nəfəri əməkdar müəllim, 5 nəfəri müxtəlif diyallarla təhsil olunmuş şəxslər, 5 nəfər azı təhsil işçi sözüşlərlə təhsil olunmuş şəxs. Kitabdakı yazıların arasında isə əsasən yazı müəllimlərinin həm elmi, o cümlədən dövlət təhsilləri nəzərə alaraq yerləşdirilmişdir. Hörmətli tədbir iştirakçıları, kitab haqqında məlumat verdikdən sonra mən bildirmək istəyirəm ki, Şükür müəllim Ağzaqabul müəllisidir, Ağzaqabul insanları hər biri Şükür müəllimi çox sevir, onu çox sevirlər. O cümlədən tərəflərlə təhsil, mən bu adamla danışdım, bu şəxsiyyətlə danışdım, ölkəmizin tanınmış yazısıdır, akademik bilgi və
haysiyete malik, uzun illərdən Şükür müəllimlə uzun müddət işləmiş bir şəxsdir və mən ona zəng elədim, danışdım, rəhmət elədim bu tədbirimizə. Buyurun, xüsusi söz verdim, Azərbaycan Respublikası Keçmiş Təhsil Naziri, akademik İslam Qarabağ. Salam, hörmətli tədbir iştirakçıları. Hər birinizi ürəkdən salamlayıram və möhkəm can sağlığı arzu edirəm. Hacıqabul rayon Yeni Azərbaycan Partiyasının rəhbəri İsmail müəllim mənə müraciət edərək sizin bugünkü tədbirinizə dəvət eləmişdi. Təəssüf ki, müxtəlif səbəblərdən həmin tədbirdə iştirak edə bilmirəm. Ancaq mən öz salamlarımı və təbriklərimi sizin hər birinizə çatdırmaqla bugün ad gününü qeyd etdiyiniz Şükür Məmmədovu ürəkdən təbrik edirəm. Ona möhkəm can sağlığı arzu edirəm. Mən Şükür müəllimi çox yaxşı tanıyıram. Onunla uzun illər bir yerdə işləmişik. Mən sizin rayonda olmuşam və onun təşkilatçılığı ilə orada böyük tədbir keçirmişik. Şükür müəllim 70 illik həyatının 50 ilini sizin rayonda təhsilin inkişafına həsr eləmiş bir insandır. Bu 50 ilin müəyyən müddətini o riyaziyyat müəllimi, məktəb direktoru, təhsil şöbəsinin müdürünün mavini və təhsil şöbəsi vəzifələrində çalışmışdır. Bu illər ərzində özünü bacarıqlı, təəssübkeş və çox yüksək peşəkarlıq nümayiş etdirərək rayonda təhsil inkişafına böyük xidmətlər etmişdir. Və hər zaman dövlət tərəfindən, dövlət başçımız tərəfindən onun əməyi yüksək dəyərləndirilmiş. Təsadüfi deyil ki, Şükür müəllimi 2008-ci ildə əməkdar müəllim fəxri adına layiq görülmüş, 2019-cu ildə Cümhuriyyətin 100 illiyinə həsr olunmuş medalla təltif olunmuşdur. Və bugün siz Şükür müəllimin 70 illiyi ilə əlaqədar Təhsil Fədaisi Şükür müəllim adlı kitabın təqdimatına toplaşmışsınız. Mən bir də Şükür müəllimi ürəkdən təbrik edirəm. Ona möhkəm can sağlığı, daha böyük uğurlar arzu edirəm. Arzu edirəm ki, Allah hörmətli Şükür müəllimə nə qədər ömür veribsə onu sağlam yaşasın, heç kəsə möhtac olmasın. Bir də hər birinizi salamlayıram, hörmət və ehtiramımı bildirirəm. İnşallah Allah qismət eləsə rayonda görüşərik. Sağ olun. Dünyaya göz açan hər bir insan beşikdən məzara qədər olan bir sınaq meydanından keçir. Allahın insana bəxş etdiyi bu ömür yoluna hər kəs bacardığı kimi istifadə edir. Kimi özü üçün yaşar, kimi də biliyini, bacarığını, elinin, obasının tərəqqisi naminə sərf edir. Elin gözün pərəsidir deyil bütünlərimiz. Belə insanlar həyatda Allah tərəfindən sevilir, dünyasını dəyişib əbədiyyətə qovuşandan sonra da dərin məhəbbətlə alın, xatirələrdə yaşarlar. Belə vətən övladlarının önündə gedən aparıcı qüvvət sayılan ziyalılarımız, müəllimlərimizdir. Haqqında söhbət açmaq istədiyimiz ziyalılardan birinə Şükür Ömürmalıoğlu Məmmədovudur. Çıxış üçün söz verilir Hacıqabul rayonu İcra Hakimiyyəti başçısının birinci müavini. Şükür müəllimin yetirməsi Salih Ələskərdir. Hörmətli tədbir iştirakçıları, əziz müəllimlər, hörmətli qonaqlar və öz ömrünün böyük bir hissəsini
təhsilə, tərbiyə, bəlkə öz ömrünü təhsilə, şan kimələrinə çox hörməti düşünməm. Mən sizlərə salamlayıram. Həm Rayon İcra Hakimiyyəti başçısı, hörmətli sevgili məlumatından, eyni zamanda da huzur. Bugün çox əlamətdar bir gündür. Bayaq kitabları verdiğinden vaxt biz həm uşaqlıq illərimizə səyahət edik, həm də gənclik illərimizə. Burada təkcə Şükür müəllimə bəhs olunur, həm də maraqlı bir yazılar var burada. Ümumilikdə o illərdə cərəyan edən hadisələr, maraqlı tədbirlərdən bəhs olunur. Ona görə çox maraqlı bir kitabdır. Yəni, oxuduqca o illəri hamı səyahət edə bilər. Şükür müəllim, mən sizə can sağlığı duyuram. Bundan sonraki həyat ancaq sağlıqlı olsun. Və ağsaqqal kimi siz rayonumuzun bütün məclislərində iştirak edirsiniz və sizlərə çox böyük ehtinam göstərirlər. Sizin uzun illər göstərdiyiniz fəaliyyətdir, Allah zəhmətinizdir rayonumuzu çəkmişsiniz və bu da rayonumuz tərəfindən, əhalimiz tərəfindən və insanlarımız tərəfindən çox yüksək qiymətləndirir. Və belə bir söz deyiləyəm İsmail müəllimizin biz sizi yetirmələri doğrudan bu yerədir. Bizim mən burada yazılarda da bir sıra yetirəmişəm. Bizim həm iş həyatımızda, təhsil həyatımızda sizin çox böyük olsun. Və biz onu qiymətləndiririk və hər zaman dilimizə gətirik. Çox sağ olun, dəvət etdiyiniz hamımıza can sağlığı arzu edirəm. Eyni zamanda gələn qonaqlar da salamlayıram. Bax, çox gözəl bir sürpriz oldu. Sizin müəllim təbrik elədi. Doğrudan sana müəllim demək üçün, amma çox böyük doğrudan sürpriz oldu. Bəlanızı dünən Akkeycə qədər mən dedim ki, mənim deməyəcəm, sabah biləsən. Biz hamımız bilirdik ki, o dövrdə bizim müəllim, yəni nazirlik işləyən dövrdə sizə xüsusi bir simpatiyası var. Həm də eyni zamanda sizin işinizi çox bəyənirdik. Burada da açılışda da məktəbi, eyni zamanda da təhsil mərkəzinin açılışında da bunu qeyd edilmişdik. Çox sağ olun müəllim. Təbrik edirəm sizi və bu kitabı əvvəldən axıra qədər, burada qısa bir müddətdə, amma əvvəldən axıra qədər hamı yazılarını sevə-sevə oxuyacaq. Təşəkkür ederim. Çıxış üçün söz verilir. Hacıbabı rayonu üzrə təhsil sektorunun müdürü Şükür müəllimin yetirməsi Bəxtiyar Ələkbərova. Hörmətli Şükür müəllim, hörmətli qonaqlar, dəyərli həmkarlar, bugünkü tədbirimizin məqsədi aydındır. Şükür müəllimi bu məclisdə iştirak edən və obyektiv səbəblərdən iştirak edən tanıyan bütün insanlar onun barəsində xoş sözlər bildirirlər və mən fürsətdən istifadə edib bu kitabın təqdimatı arasında kitabda yer alan bəzi məsələlərə diqqət çəkmək istəyirəm. Kitabla ilk tanış olduqda bütün dünyada Şükür müəllimi yaxından tanıyan, bələd olan insanlar ta Şükür müəllimin uşaqlıq dövründən yeniyetməlik, gənclik, əmək fəaliyyəti dövrü, rəhbərlik məsələlərdə çalışması tam hərəkət edirlər. O baxımdan mən deyərdim, bu kitab, bu günlərdə təqdimatını keçirdiyimiz bu kitab çox həm əhəmiyyətlidir və çox vacib bir istiqamətdir bizim yeniyetmə və gənclərimiz arasında.
yeni genç təhsil idarə edənlər arasında. Burada Türkiye Kars Üniversitesi'nin profesörü, doktor həmyerlimiz Azalı Nəzərovun yazısına diqqət çəkərkən, xatirələrini oxuduqda məktəbdə təlim-tərbiyə prosesinin təşkili mənədə fikir yaradır. Bu, yeni gənc nəsildə, yeni nəsil idarə etməsində qoşulan yoldaşlarıma, həmkarlarıma bir istiqamət olaraq diqqət çəkmək istəyirəm ki, orada da Azalı müəllimin qeyd etdiyi kimi o məktəb illərində kimyası dərnəyində onların iştirakı, dərnək fəaliyyəti, idman sahəsində bildiyimiz kimi fənlərə meyil və marağın yaradılması istiqamətində dərnəklərin fəaliyyətinin müstəsna rolu var və burada iştirakda Azalı müəllimin öz xatirələrində bu geniş əksini tapır. Eyni zamanda həmin sinifin şagirdlərinin müxtəlif istiqamətlərdə bədən tərbiyəsi və iman, prinsipiallıq, elmə olan meyil, əzimkarlığı, idraramiz bir səhnələrdir, hansı ki, orada da öz əksini tapır. Eyni zamanda burada mən özüm də şahidi olmuşam. Şükür müəllimin tanıdığım ilk 1983 ildə mən 5-ci sinifdə oxuyurdum. Bizim indiki 5 nömrəli məktəb əvvəllər 8 nömrəli 8-lik məktəb idi. Orada 5-ci sinifdə oxuyanda Şükür müəllimizin məktəbə direktör kimi təyin oldu və qeyd elədiyim fikirlər, hansı ki, kitabda da bir əksini tapan məsələləri mən orada şahid oldum. Şükür müəllimin gəlişi ilə məktəbdə ab-hava dəyişdi. Məktəbdə inventarizasiyanın aparılması, biz təhsil idarə edənlər bilirik bu məsələ necədir. Şükür müəllim şəxsən o tərəf nəsil, o uşaqda da olsam, 5-ci sinif şagirdi də olsam, o mənim ideyək yanında. Eyni zamanda məktəbdə tərtibat məsələlərinin, məktəbin simasının dəyişməsi gözümüzün önündədir. Həmin illərdə dərnəklərin fəaliyyəti, mən Riyaziyyat Dərnəyində şəxsən o dövrdə fəaliyyət göstərmişəm və ideyək kimi də o Şahmalın tarixi barədə hazırladığım məqalə ideyək kimi xatirimdədir. Eyni zamanda Şükür müəllimin o dövrdə rəhbərliyi altında məktəbdə müxtəlif institutlar, əsər müzakirələri keçirilirdi və eyni zamanda biz Şükür müəllimdən həmişə öyrənirdik və bu zaman keçdikcə 7-ci, 8-ci sinifdə oxuyanda artıq buraxılış sinifləri idi. 8-cilik məktəbimiz o dövrü ki, indiki ümumi orta məktəb, o dövrdə 8-cilik məktəb kimi qeyd olunurdu. 8-ci sinifdə buraxılış sinifləri sanki, buraxılış sinifləri idi və Şükür müəllim deyilən buraxılış sinif şagirdləri kimi müxtəlif mövzularda həyat dərsi keçirir. Müxtəlif mövzularda bizə istiqamət verildi, həm söhbət olurdu. O bizə göstərir ki, həmişə həyatda ən yüksək hədəfləri qarşılığında məqsəd qoyun ki, bir ortada da qərarlaşa bilir. Şükür müəllim keçdiyi riyaziyyat dərsi, fizika dərsi, bizim sinifdə şagirdlər elə sinifdə də öyrənirlər. O qədər də pedagojik baxımdan ustalıqla, fənəndən maraq öyrənirlər, fənən izah edir ki, o bizim ideyasında yaradılır. Şükür müəllim həmişə bildirirdi ki, bir məsələ barədə obyektiv qərar qəbul eləməkdən ötürü mütləqdir ki, məlumatı, informasiyanı bir neçə mənbədən əldə edir. Bir mənbədən əldə eləməklə verilən qərar o qədər də reallı əks etdirilməyə bilər. Subyektiv fikirlər ola bilər. Riyazi bilirlər deyir ki, 2 nöqtədə bir düzən keçirir, 3 nöqtədə isə müstəviz keçirir. Yəni, daha dayanıqlı qərarlar daha aydın olmalıdır. Mənə deyək kimi yadımdadır, Şükür müəllimin mənim 8-ci sinifdə
məktəbə buraxış imkanı verməyim, onun mənə verdiyi suallar, ümumiyyətlə, xatirimizdə elə bir an yoxdur ki, yəni o mənim xatirimə çıxsın. Mən əminəm ki, Şükür müəllim tanıyan və onun yetirmələri, tələbələr, şagirdlər olmuş insanlar mənə də bunu razılaşar. Eyni zamanda Şükür müəllimin işlə bağlı olan fəaliyyəti istiqamətində də bizim Bakı Slavyan Üniversitetinin Pedagogika və Psixologiya kafedrasının müdiri, pedagojik elmlər doktoru, professor Piralı Əliyevin qeydləri nəzərə salanda, Piralı Əliyevin qeydləri Uşaqda müxtəlif istiqamətlərdə, 7 istiqamətdə, daha doğrusu 7 istiqamətdə müxtəlif fəaliyyətinə qiymət verilir, dəyərləndirilir, şərh edilir. Bu, mənim xatirimdədir ki, Piralı müəllim sentyabr konferansında Bilgisayar rayonunda iştirak edirdi. O, Şükür müəllimin Yecron Hesabat mərhələsini dinləyəndən sonra Şükür müəllimdən sonra söz eləmiş və həmin mərhələdə 21 istiqamətə Şükür müəllimin toxunduğunu, mərhələdə toxunduğunu dilə gətirmiş. Yəni, əhatəli, onda da Piralı müəllimin heyrətlə, döyüş fərzlə bu istiqamətləri bildirdi ki, bu hesab mərhələsində 21 təhsilin 21 istiqamətlə oldu. Yəni, eyni zamanda Piralı müəllimin burada da dəyərli şeyləri mövcuddur. Azərbaycan Dövlət Pedagojik Universitetinin baş müəllimi, pedagogika fəlsəfə doktoru Fəridə Nəbiyeva, Şükür müəllimin ətraflı, dəyərli, məzmunlu, mükəmməl həyat və fəaliyyətini gələn alaraq bu kitabı həlisəyə edilmiş və gənc nəsələ ərmağan edilmiş. Bizim məktəblərimizin, təhsil məsələlərimizin kitabxanalarında da kitab yer alacaq, hansı ki, bu kitabdan fərqlənəcək ediləcək. Eyni zamanda Azərbaycan Respublikası Təhsil İnstitutunun elmi katibi, pedagogika elmləri doktoru, professor Akif Abbasovun bu kitabda qeydləri var, məzmunlu, dərin fikirləri var. Mən fikrimi çox sizi yormadan, fikrimi hamımızın sevgimizi, tanıdığımız səviyyətimiz, pedagogika və fəlsəfə doktoru Oktay Səmədovun qeydləri ilə yekunlaşdırmağa, yaxınlaşmaq istəyirəm. Təbii ki, bizim nə qədər danışıq Şükür müəllim barədə burada azdır. Bu bir kitaba, 5 kitaba, 10 kitaba sırası fəaliyyət deyil, mən belə düşünürəm. Yəni, danışırsa danışmaq olar. Amma Oktay müəllimin də burada qeyd elədiyi fikirlərdə Yaxşı ki adlı bir xatirələri var. O xatirələrdə Oktay müəllim, Şükür müəllimin hələ uşaqlıq dövrünə bəhs edir, onun müəllif kimi fəaliyyətinə, eyni zamanda ilk dəfə direktor təyin olunmasında bizim 81-ci ildə həm 8 nömrəli məktəbə direktor təyin olunmasında, eyni zamanda onun rayon təhsil şöbəsində müdür müavini, yeni çəkilmiş məktəbə direktor, sonra müdür müavini, sonra müdür olmasında rəhbər və şəxslərin seçimlərinin təsdiqini, əminliyini ifadə edərək yaxşı ki biz Şükür müəllimi təyin elədik deyə o xatirələrdə qeyd olunur. Bütün bölmələrdə, bütün təyinatlarda, yəni Şükür müəllimi tanıyan insanlar o fikirlə tamam razı olar ki, və mən də öz çıxışımı bu fikirlərlə bildirmək istəyirəm ki, Şükür müəllim, nə yaxşı ki, mən sizi tanıdım, nə yaxşı ki, siz mənim müəllim oldunuz. Allah da sizi sağlam ömür versin. Mən sizi yenə fəxr edirəm və qürur duyuram ki, siz mənim müəllim olmuşsunuz. Təşəkkür edirəm, etdiklərinizə görə. Ən düzdə, Allah'a razı edirəm və
ki, bu kitabı biz dönərdən bizim hər birimizin sorusu kitabı olacaq. Diqqətinizə görə təşəkkür ederim. Sağ olun. Çıxış üçün söz verilir. Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Şükür müəllimin yetirməsi Quraman Məmmədova. İlk öncə sizlərin hər birini salamlayıram. Bugün çox xoşdur ki, sizlərlə artıq biz ikinci dəfədir ki, birlikdəyik və bu missiya Şükür müəllimin üzərinə düşüb bizlər deyir və toxulayıb. Şükür müəllimə xatirələrim əslində çoxdur və tarih seçimi, yəni boşuna qarşılaşdırılır. Mən də Şükür müəllimə qarşılaşmaqda və uğurların əldə olunmaqda, irəli atılmaqda sırf Şükür müəllimin rolu, əməyi böyükdür. Əslində mən Hacıqabul rayonuna gəlməyə, bəlkə də çoxları bunu bilir, bəzən mənə deyirlər ki, sən elin qızısan, sanki bu elə qarşısan. Yəni, heç vaxt burada özümü kənar hiss etməmişəm. Və 20 il öncə mən bu rayona gələndə heç bilmirdim ki, nə vaxtsa gələcək və mən Şükür müəllimə qarşılaşacağam və o mənim həyatımda, deyək ki, sənətimdə böyük dəstək olacaq. Mən Şükür müəllimi özümə müəllim sayıram. Bir var müəllim pedagog, yəni məktəbdə. Bir də var ki, müəllim olasan və hər hansı bir müəllimdən dəstək alasan, rəhbər olasan, hər hansı müəllimdən dəstək olasan. Və 2014-cü ildən bu yana Şükür müəllimlə mənim əmək fəaliyyətim daha sıx olur, daha sıx təmasda olmuşam. Yanıma gələn iclaslarımız, bəlkə də məktəb direktorlarının çoxları indi burada xatırlayacaq. İclaslara adətən Şükür müəllim axşam saatlarına salındı və o qədər uzun çəkirdi ki, məsələn, onda biz bəlkə də deyirdi ki, niyə belə baş verirlər o? Lakin zaman gəlir, elə hadisələrlə qarşılaşılır ki, onun o dediyi sözlər, verdiyi məsləhətlər bizə həqiqətən də yaxından kömək olur. Bəzən Şükür müəllimdə olub ki, sərt tənqidinə də məruz qalmışam, açığını deyim. Lakin sonradan başa düşmüşəm ki, yəni bu yetərsiz yerə deyil də, yəni bu kökündə dayanan səbəblər var və insan özünü düzəltməlidir. Və Şükür müəllimdən bir şey də qeyd etmək istəyirəm ki, əsasən buna yoldaşlıq, dostluq, səmimiyyət, etibar, bu hisslərin hər biri bizlər arasında olur, məktəb rəhbərləri arasında. Bu gün də bizim səmimiyyətimiz davam edir. Yəni, çünki bunun bir övrəsində qoyan insan var. Bəzən, məsələn, məktəbdə hər hansı bir problem olanda mən yaxınlaşdım Şükür müəllimə. Şükür müəllim deyir, Şükür amma sənin heç bir problem olmaz. Bir hadisəni qeyd etmək istəyirəm. 2020-ci ildir səhv etmirəmsə, 21 fevral tarixidir. Şükür müəllim müəyyən bir səbəbdə, yəni yaxın bir insanı, deyək ki, bir müəllim vəfat etmişdi, Allah ona da rəhmət etsin. Şükür müəllim yas mərasimidir. Və təsadüfən bizim məktəbə o dövrdə olan təhsil naziri Ceyhun Bayramov təsadüfən bizim məktəbə daxil olmuşdu. Bu da necə? Yəni əyləşmişdik, dedilər ki, bəs məktəbə şəkilləri çəkirlər. Mən necələ yaxınlaşında gördüm ki, təhsil naziri Ceyhun Bayramov adlı məktəbin həyətindədir və ətrafında da təhsil naziri kişiləri. Təsəvvür edin ki, deyilmədən birdən-birə qəfil olan bir hadisədir bu. Mən onu qapıda qarşıladım və artıq nazir də birbaşa otaqlara girməyə başladı, dərsləri şahid etməyə başladı. Təsadüfən həmən gündə ana dili günü idi və birinci bizim yolumuz ikinci mərtəbə kitabxanaya oldu. Və uzaq verir ki, ana dili günüdür, belə bir təbir. Artıq mən təsəvvür edin, fikrimi çatdırada bilmirəm ki, müəyyən Şükür müəllimə məlumat göndərir ki, nazir məktəbdədir. Mən bir işlə işarə edə bildim ki, yəni təcili Şükür müəllimə məlumat verəm. Və elə bir vəziyyət yarandı ki, biz nazirlə bütün məktəbi gəzdik. Ondan öncə də iclaslarda hər zaman Şükür müəllim bizə başa salırdı ki, yəni ki, məktəbdə hər şey qaydasında olsun. Hətta imam bənləri geyiminə kimi. Yəni, onların hər zaman mən nəzərə alınmış, yəni bunlar hamısı yerində olmalıydı. Təsadüfdə, yəni gəzdik, sinif otaqları
nazirlə dayanmışıq, İlham müəllimlə söhbət edir. Ondan sonra çıxdı koridora və sağollaşdı, getdi. Məktəbdə də elə bir ciddi problem aşkarlamadı. Və şükür müəllimdən sonradan bizim bir səhvimiz oldu, şükür müəlliməsi. Mənim belə bir problem vardı. O problemi demək istəyərkən şükür müəllim tutmamazsan, heç bir problemi yoxdur. Hər bir məktəbin, heç bir məktəbdə olan məktəb problem olmasın. Yəni, rəhbər onun hər yeri bilir ki, yəni, problem hardadır, uğur hardadır. Bunların hər birini aşkara çıxarmaq lazımdır. Bunun üçün də bizə şükür müəllim hər zaman örnək olub. Şükür müəllimə can sağlığı arzu edirəm. Mən bütün, indi özümdə də mən şükür müəllimə hər zaman məsləhətləşirəm. Bu kitabı da bayaq vərəqləliyim, axıra kimi də oxuyacam, mənim üçün çox xoş oldu. Əslində şükür müəllimə fəaliyyəti bir kitabla hüdudlanacaq, məhdudlanacaq bir fəaliyyət deyil. 30 il ərzində rayon təhsilinə rəhbərlik etmək, yüzlərlə kadr yetişdirmək, yəni bu insan və təmənnasız. Yəni hər bir insan əlindən tutub irəli çəkmək, təmənnasız, bu hər insana şamil olan, hər bir insanın yerinə yetirə biləcək bir iş deyil. Bunun üçün gərək insan özü bir şəxsiyyət olmalı, şəxsiyyətlərini yetişdirə bilsin. Şükürəm, sizə yalnız can sağlığı arzu edirəm. Bizim üçün çox xoşdur sizi görmək, səsinizi eşitmək. Mən hər zaman sizinlə, yəni fəxr edirəm ki, mən sizi yetmənizəm. Həqiqətən də fəxr edirəm. Sizə hər zaman can sağlığı arzu edirəm. Minnətdaram mən. Gəlin indi də Təhsil Fədaisi kitabının müəllifi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər Təhsilin Pedaqogikası kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Fəridə Nəbiyevanın videoçap vasitəsilə çıxışını dinləyək. Çox hörmətli tədbir iştirakçıları, sizin hər birinizi salamlayıram. Yazılı bərsəyə gəlmiş bu kitabın təqdimatında iştirak etdiyinizə görə sizin hər birinizə öz təşəkkürümü bildirirəm. Təqdim olunan bu kitab o qədər böyük bir təhsil işçisi, bir şəxsiyyət haqqında yazılmış bir əsərdir ki, bu əsərdə yazılan hər bir fikirləri sizin diqqətinizə çatdırmağı özümüzə borc bilirəm. Mən Şükür müəllimi hələ uşaq yaşlarından tanıyıram. Orta, ali, doktorantura təhsilimi aldığım müddətdə ayrı-ayrı şəxslər tərəfindən Şükür müəllimi haqqında olduqca yüksək fikirlər eşitmişəm. Daha sonradan öz təhsil fəaliyyətim müddətində elmi tədqiqatlarım zamanı mənə bir daha aydın oldu ki, Şükür müəllim Azərbaycan təhsil tarixində öz adını qızıl hərflərlə yazdırılmış bir təhsil fədaisidir. Və mən belə bir qərara gəldim ki, bildiklərimi bir kitab formasında ərsəyə gətirim və bunu nəinki rayon təhsil işçilərinə, eyni zamanda ölkənin təhsil işçilərinin nəzərinə çatdırım. Və bu fikirdə məni ən çox dəstəkləyən hörmətli atam Oqtay müəllimə öz minnətdarlığımı bildirirəm. Bu kitabı işlədiyim zaman mənə öz məsləhətlərini, tövsiyələrini, Şükür müəllim haqqında bildiyim və sər bilikləri bildirdi və mən onun əsasında belə bir kitab ərsəyə gətirə bilib, çap etdirə bildik. Mən düşünürəm ki, Şükür müəllim elə böyük bir şəxsiyyət, elə böyük bir təhsil işçisidir ki, biz onu nə etsək də onun üçün azdır. Amma mən bugün çox sevinirəm ki, bugün rayonda keçirilən bu tədbir, Şükür müəllimə göstərilən diqqət, qayğı olduqca onun fəaliyyətini dəyərləndirilməsi olduqca qiymətli bir tədbirdir. Mən çox istərdim ki, bugün canlı olaraq həmin tədbirdə şəxsən iştirak edim, amma çox təəssüflər olsun ki, hal-hazırda çalışdığım, fəaliyyət göstərdiyim təhsil müəssisəsində sessiya müddəti olduğunda və iş zamanı bu müddətdə biz kənara çıxa bilmədiyimizə görə mən o tədbirdə canlı olaraq iştirak edə bilmirəm. Amma bu video vasitəsilə Şükür müəllimə mən təbrik edirəm, ona can sağlığı arzu edirəm. Düşünürəm ki, qarşıdakı günlərdə mən rayona gələcəm və Şükür müəllimlə şəxsən görüşüb ona öz təbriklərimi, təşəkkürlərimi və kitab haqqında olan düşüncələrini çatdıracam və soruşacam. Mən sizin tədbirinizi də iştirak etməyə çox şadam. Tədbirinizin davamında sizə uğurlar arzu edirəm. Diqqətiniz üçün də çox təşəkkür edirəm. Sağ olun. Şükür müəllim ömrünün 45 ilini
maarif işləri seçmiş. Sıravi müəllimlikdən məktəb direktorluğuna, sonra da təhsil şöbəsi müdürlüyünə yüksəlmiş. Nəinki Hazabunda, Respublika miqyasında təhsil sahəsində ad qazanmışdır. Əməkdar müəllim fəxri adlanmışdır. Bu məqamda onunla eyni vaxtda işləmiş təşkil şöbəsi müdürlərini dinləmək yerinə düşər. Çıxış üçün söz verilir İmişli rayonunun təhsil şöbəsinin keçmiş müdürü əməkdar müəllim Ramiz Əmrabov. Aziz və hörmətli tədbir iştirakçıları, mən də İmişli rayon adına sizin hər birinizi salamlayıram. Bu mənim kamerada Əmrov Ramiz Əmrov. Şükür müəllimi mən tanıdığım gündən insan sevgisini, insan bərabərliğini həmişə görmüşəm və ondan öyrənmişəm. Mən yaşda Şükür müəllimə böyük olsam da müəyyən məsələlərin həllini Şükür müəllimdən öyrənmişəm. İnsana sevgi, insana eşq, hamısı Şükür müəllimdə öz yerini tapır. Mən çox vaxtınızı almaq istəmişəm. Şükür müəllim, həmçiliyə, gözünüzdən sağ razı olacağım. Belə bir misal var. Kanunu təbiyyət belədir. Ay yerinə gün gecə gəlməz. Gəl cəzbeyi eşq olmasa, millət gücə gəlməz. Gəl cəzbeyi eşq olsa, gətirirəm necə gəlməz. Gəl cəzbeyi eşq olmasa, gəlsə necə gəlməz. Burada oturan yoldaşların hamısı Şükür müəllimə eşqi olduğuna görə hamımız buraya yığışmışıq. Şükür müəllim, bir daha təbrik edirəm, uzun ömrünüzdən sağ olun. Çıxış üçün söz verilir Saatlı rayonunun təhsil şöbəsinin keçmiş müdürü əməkdar Seydaha Kazımova. Aziz və hörmətli tədbir iştirakçıları, çox hörmətli günlərni, mən də əvvəlki nafirə kimi Saatlı İctimaiyyət adını salamlayıram, hamımızı xoş gəldiniz. Bugünkü tədbirdə iştirak etməmək üçün bir səbəbdən Şükür müəllimin icazəlanmışdı gəlmək üçün. Ama Şükür müəllimə olan sevgim, ehtiramım, məhəbbətim məcbur edən ki, bu adı ki, sahnana saldı mən iki tədbirdə iştirak edim. Və çox şadım, çox xoş oldu ki, bu iki tədbirdə gəlib iştirak edim. Şükür müəllim, bir haşiyə çıxın, bir neçə yerdə yol hərəkəti qaydalarını pozmuşlar. Onun cəlməsi kimi ödəyəcək. Şükür müəllim, təbrik edirəm. Bu iki günümüz mübarək olsun. Sizin haqqınızda yazılan kitab çox olmalıdır. Biz təxminən 5 ilə qədər yerləşdik və təsisatını rəhbərşilik. Amma elə bilək ki, 5 il yox. 25 il, 35 il deyildik. Çünki təhsillə bağlı nə problem olabilir, nə çətinlik olar. Biz hamımız sizə müraciət edirik, sizdən öyrənik. Sizdən İslam olan sevgi öyrənik, sizdən İslam olan səmimiyyət öyrənik, məhəbbət öyrənik. Allah'ın bize bizə savabı xatirinə, bundan sonraki ömrünüzdə siz bərəkətli, sağlam işiniz, təbrik ediniz. Allah canını dəyiniz. Sağ olun.
Sağ olun. Allah sevgiler. Çok sağ olun. Teşekkür ederim. Sağ olun. Çıxış üçün söz verilir. Salyan rayonun təhsil şöbəsinin keçmiş müdürü Xudayverdi Biriyeva. Hər vaxtınız xeyir olsun, hörmətli tələb iştirakçıları. Hadqabul səhər hədavıdır və doğmalı biraz olur ki, Hadqabul yaşı çox olmayan yeni bir rayondur və yeni rayon yarananda ətraf rayonlardan ərazilər veriləcək təşəkkürlər olmadan bərabər gəldi və bizim də 6 məktəbimiz Hadqabul rayonlarına düşür. Yeni rayona söhbətlər digər qonşu rayonların ucaq məktəbləridir. Hər bir maddi bazda belə səhvib olur. Dövlətin tərəfində maddi bazda görüşənlərdir. Amma maddi bazda görüşənlərdən sonra onun tədris məktəbin direktoru və elin həvaşiri müəllimin arasındadır. Şükür müəllim, yeni yaratmışlarının 20 ildən çox dövr ərzində təhsilə rəhbərlik edir. Yəni təhsilin inkişafı ilə bağlı məsələlər əsasən şükür müəllimin öhdəsində. Və mənə gəlir ki, şükürlərin müddətəsinə layiqəcə gəlib və bununla bərabər ki, dövlətimiz tərəfindən ələvəyi qəfərləri, əməkdar müəllimin layiq görülür. Şükür müəllimin boyun etdiyi ən böyük iş, rəhbərlik etdiyi müəssisələrdə sağlam pedagojik mühitin yaranmasıdır. Və o mühit rəhbər müəllim rəhbərliyə deyək ki, davam edir. Biz qonşu rayonda yeni regionda olduğumuza görə sosial şəbəkələr bunu izləyirik. Hadqabul təhsilin inkişafında zaman görülür. Həm təhsilatda, olimpiadalarda, qəbullarda, praktiklərdə nəticələr inkişaf görülür. Bu inkişaf da kimsədə gəlməsi, bir kişi məktəbini bunu etdir. Bu, əlbəttə işlərin, zəhmətlərin nəticəsidir. Mən çox sevinirəm ki, burada yaşa görə müxtəlif təbəqələr var. Gənclərimiz də iştirak edirlər. Biz yaş ömür keçdikcə estafeti gənclərə veririk. Mən arzu edirəm ki, bu yurtda yaşayan gənclər müəyyən zamandan sonra belə bir soda əyləşəndə özüylə bərabər işlədə və özündən sonra gələn təhsili onun ətrafında bu şəkildə otura bilsin. Şükür mənim ən böyük qazandığım rüyadır ki, o mühiti yarada bilib, yəni rəhbər əlində o mühiti davam etdirir, izləyir, şükür müəllimə möhkəm qan sağlayır. Hadqabul məktəbinin pedagojik şagirdlərindən uğurlar. Onlar nə qədər uğur qazanırsa, şükür müəllimlər o qədər zaman qazanır. Bir daha təbrik edirəm. Kitabın da hazırlanmasında zəhmət olan hər bir şəxsə böyük təşəkkürümü bildirərəm ki, dəyər edirlər. Lazım olan dəyər edirlər, layiqi dəyər edirlər. Təbrik edirəm. Sağ olun. Sözü Ağcabədi rayon təhsil şöbəsinin keçmiş müdürü Mehdi Əhmədova verir. Hepinizi salam edirəm, təhsil iştirakçılarını. Təbii ki, burada söz edirəm, sahibi müdürlər, sahibi müdürlər, sahibilər müdürlər. Elə sahibilər də sahib oldular, ailəyərdə sahib oldular. Fərqli olaraq mən bugün mən hələ işləyirəm, rayonda dövlət dairələri, mükəlləmə müəssisələrdə işləyirəm. Nə deyirəm, düşünməm, burada sınaqlığı və sözlər deyilir ki, mən belə başa düşürəm, onlar əklərə vermək vaxt tanı olardı. Onu deyir ki, səhər gəldə, Ağcabədi Nurlu saat yanında yolda, yolda yenə bir qardaşıma, dedim ki, gedirəm Hadqabula, Şükür müəllim kitabının təqdimat mərasimi deyil, mənim adımdan təbrik edən, mənim təbriklərimin çatır. Məlumat üçün deyil, Şükür müəllim, dostu bəli qardaşım, 95-2000 illərdə Hadqabul rayonunun pedagog işləyirdi. Yaxşı nəsil və yolda deyil, Şükür müəllimlə çox gözəl yaxın dostular və mənim adımdan təbrik edən. Və mən bir sözü deyil, Şükürlərin burada kitabın gözəl təqdimatı, təhsil fədayisi və təhsil fədayisində həm də Şükürlərin dost fədayisidir. Dostluqda çox sadiq bir insandır.
Onlar həmin vaxtlarda tez-tezdən yaşardı, bir-birimizdən məsləhətləşərdi, bu problemlər necə həll edək, bunu necə həll edək və inanın ki, baxmayaraq ki, mən 10 il təhsil şöbəsində müdür işləmişəm, bundan qabaq 15 ildə məktəb direktoru, həmişə Şükür müəllimin dediyi yeri tuturdu. Məsləhətləşir, Şükür müəllimin dediyi yeri tuturdu. Şükür müəllim nə arzu o kadar güzel sözler değildi, o şarkıda yazdı, okuyacak da o sözler ne yapıyor, arzuyu birlikte bulur. Sağ olun. Sağ olun. Gəlin indi də kim elmləri doğma Türkiyənin Qaz şəhəri, Qafqaz Universitetinin professoru, Şükür müəllimin uşaqlı dostu və sinif yoldaşı Hazalı Nəzəboğlu'nun bir gözəl prosesiyle çıxışını dinləyək. Hörmətli həmyerlilərim, doğma Acqalımın seçkin insanları. Bugün əziz dostum və qardaşım Şükür müəllimin 70 illiyinə həsr edilmiş, mənim də yazımın olduğu kitabın təqdimat mərasimində bilavasitə iştirak etməyi çox istəyirdim. Universitetimizdə imtahan sesiyası başlandığından gələ bilmədiyim üçün uzaqdan da olsa bu tədbirə video ilə qatılıram. Şükür müəllim haqqında düşüncələrimi təqdim olunan kitabda sizinlə bölüşmüşəm. İnanıram ki, bugünkü tədbirə ömrünün 45 ilini maarif işinə həsr etmiş, sıravi müəllimlikdən məktəb direktorluğuna, sonra da təhsil şöbəsi müdürlüyünə yüksəlmiş, nəinki Hacıqabulda, Respublika miqyasında təhsil sahəsində ad qazanmış əməkdar müəllim, çoxunun minnətdarlıqla, hər kəsin hörmətlə adını çəkdiyi Şükür müəllimi sevənlər gəlmişlər. Biz elə bir zamanda yaşayırıq ki, indi kimsə kimsənin kitabını oxumur ya da heç kəsin kitabını oxumur deyirlər. Belə bir durumda qədrşünas Hacıqabul ziyalıları tərəfindən Şükür müəllim haqqında bu kitabın hazırlanması təqdirə layiqdir. Kitabın işıq üzü görməsi üçün əmək sərf edən hər kəsə təşəkkür edirəm. Əminəm ki, bu kitabın oxucusu çox olacaq. Dərs verdiyi minlərlə şagirdi və onların valideynləri, bərabər çalışdığı yüzlərlə maarif işçisi, qəlblərində taq qurduğu onlarla həmşəhərləri, Azərbaycanımızın müxtəlif güşələrində yaşayan dostları və mənim kimi ölkə xaricində bulunanlar. Kitabı oxuduqca görürəm ki, burada yazılanlar yubiley münasibəti ilə söylənən boğazdan yuxarı tostlar deyil. Şükür müəllimi tanıyanların, bir zamanlar onunla bərabər çalışanların, rəhbərliyi altında işləyənlərin, ondan isti münasibət, xeyirxahlıq görən insanların qəlblərindən, zehinlərindən süzülüb gələn səmimi düşüncələrdir. Bu kitabda onun ən həqiqi məziyyətləri dilə gətirilir. Mükəmməl idarəçilik qabiliyyəti, təşkilatçılığı, təhsil sahəsindəki yüksək peşəkarlığı, işgüzarlığı, əməksevərliyi, əzmkarlığı, məsuliyyətliliyi, rəhbərlik etdiklərinə qarşı tələbkarlığı və ciddiliyi, amma ədalətliliyi və qayğıkeşliyi. Yaxın iş yoldaşları, həmyerlilərim onun bildiyim gözəl insani keyfiyyətlərini sadalayırlar kitabda. Olduqca səmimi, mülayim xasiyyətli, səbirli, təmkinli, təvazökar və sadə, dostcanlı, dostluğa sadiq, etibarlı, yardımsevər. Xeyriyyəçiliyi və işlədiyi müddətdə etdiyi xeyr əməllər də unudulmamış. Bir sözlə, əməli salih bir insan. 50 il əvvəl 1975-ci ildə Azərbaycan Dövlət Universiteti Kimya Fakültəsi tələbələrinin o zaman gənc olan yazıçı Anarla görüşündə belə demişdim. Ömür keçir. Ötən günlərdən insana yalnız xatirələr qalır. O günləri geri qaytarmaq qeyri-mümkündür. Biz öz qayğısız uşaqlığımızdan ölümə məhkum pilotlar, kamikadzelər yerdən ayrıldıqları kimi ayrılırıq. Geri qayıtmaq üçün kamikadzelerin təyyarələrinə benzin tökmürdülər. Bəli, geriyə yol yoxdur. Biz gənclik diyarına uşaqlıq ölkəsindən gələn mühacirlərik.
geri qayıtmaq imkanından əbədi məhrum olmuş mühacirlər, vətənləri üçün qəribsəmiş mühacirlər. Uşaqlıq nə qədər əlçatmazdırsa, 10, 20, 30 ildən sonra gənclik də bir o qədər bizdən uzaqlaşacaq, əlçatmaz olacaq. Belə oldu. Nəinki 10, 20, 30, tam 50 il keçdi. Ben son illərdə Bakıya gəldiyimdə buradaki fantastik değişimi gördüğüm zaman özümü Seyirli Xalat filminin qəhrəmanı kimi hiss edirəm. Biraz ondan fərqli, amma ondan biraz yaşlı 20 yaşındaki tələbənin gələcəyə səyahəti kimi, gələcəyə gəzisi kimi. Xəyal mənə Seyirli Xalatı geyindirib 50 il sonraya götürür. İndi əlçatmaz dediyimiz Şükür müəllimlə bərabər tələbəlik həyatı yaşadığımız 1970-ci illərin Bakısına. Eyni şeyləri Hacıqabul üçün də deyə bilərəm. Məktəb illərimdə doğma şəhərim Hacıqabul haqqında mənim arzularım vardı. Allah'a çox şükür ki, bu arzularımın bəziləri də həyata keçib. Mən uzaqdan baxıb sevinmişəm. Amma Hacıqabulun inkişafında mənim sinif yoldaşlarımın, dostlarımın çox böyük əməyi olub. Təhsil sahəsində Şükürün, səyyaj sahəsində Hafizin, rabitə sahəsində Kamalın. Bir zamanlar Hacıqabulda təhsilə rəhbərlik edənlər bilmirdilər ki, onların şagirdləri Hacıqabula dönəcək. Nəinki doğma şəhərin, bütün rayonun tərəqqisində önəmli rol oynayacaqlar. Dövlət tərəfindən də medallarla, fəxri adlara layiq görəcəklər. Bir vaxtlar 50 yaşlıya qoca deyirdilər. 50 yaşına çatdığında Üzeyir bəy Məşədi İbada haqsızlıq etdiyini etiraf etmişdi. Hərçənd kimə qoca deyiləcəyini də Məşədi İbadın dili ilə söyləmişdi. O səbəbdən Şükür müəllim də, mən də 70 yaşlılar olaraq qocalığı boynumuza almırıq. Olsa ahıl sözünə razı olarıq. Türkiyədə yaşlılara ixtiyar deyirlər. Bu sözün Türkiye Türkçesində özəl anlamı da var. Seçkin insan, xeyirli insan anlamında işlədirlər bu sözü. Bu, 70 yaşlı Şükür müəllimə yaraşan bir sifətdir. İnanıram ki, Hacıqabul rayonu rəhbərliyi, region təhsilindən məsul şəxslər bu mümtaz insanın təcrübəsindən hələ uzun illər Çıxış üçün söz verilir. Rayon Ağsaqqallar Şurasının sədri Hacı Sahib Aslanov. Təbii gəlişində yargıcı olmalıdır. Çox hörmətli tələbə şəxsləri, çox hörmətli şükürlər, təbii əməkdaşlarımız. Bugün burada Şükür haqqında deyilən şeylər var. Mən deyən tələbim elə az hissələrdir. Uzun müddət Şükür müəllimlə birlikdə çalışmışıq. Bir müəllim olaraq və rayon aparatında işlənmişək olaraq. Şükür müəllimdə tələb olunur, dövlətçiliyə səbəbiyyət. Xalqına məhəbbət, elinə məhəbbət, bütün tərəflər Xuda tərəfindən o verir. Bir müəllim olaraq yetişik və bir müəllim kimi də fəaliyyət göstərib, cəmiyyətimizə də həmişə bir müəllim olaraq yaşayacaq inşallah. Aşırmanlara baba edir. Bu bəxtlər ölkəmizdə şöhrəti var müəllimin. Hər bir evdə hörməti var müəllimin. O, düşmən bir ətalətə, elini səslər səadətə, nadanlıda cəhalətə, nifrətlə müəllimin. Eşq olsun müəllimlərimizə, eşq olsun təbliğ işlətçilərimizə, eşq olsun Şükür müəllimlərimizə. Bu qədər cəmiyyətdir. Sən şirası deyir, müəllim olarsa özü bələsi, yetişdirə bilməz bəxtiyarməz. Şükür müəllim əsildarı əsandır. Ona görə bu qədər bəxtiyar nəsil çıxışlardan və burada əlləşənlərdən görülür. Belə bir nəslin formalaşmasında ancaq əsildarlı insanların rolu ola bilər. Bu da Şükür müəllimə aiddir. Eşq olsun Şükür müəllimə. Şükür müəllim, mən demək olar ki, böyük fərəq hissinəm.
çok böyük səmimiyyətlə buradakı tədbirin bütün iştirakçılarını seyretdim. Gələn qonaqlarımızı seyretdim. İcazə verin mənə verilən fürsətdən istifadə edərək, rayon aksakalı olarak, rayonumuzun bütün müdürlük aksakallarının səmimi salamını bütün tədbir iştirakçılarına çatdırır. Çünki şükür müəllimlə o mətləfində olmuş şəxslər hər bir təqdirlərə layiq insanlardır. Həyat davam edir, həyat dəyişir. Bəxtiyar Vahabzadənin belə bir kəlamı edir. Sənətkar özü qocalsa da sözü qocalır. Şükür müəllim, nə əməlim qocalır, nə özün qocalırsa, nə də bütün vaxt ideya siyasətləri verir. Bir daha müəllimlərimiz sizlərə uzun ömür can sağlığı ediyorum. Bəyə dediyimiz kimi, bu müəllimlik şərəfli bir ömür. Mən də bu ömürdən keçmişəm bir müddət. 70-ci ildən akını bitirdim, sonra 75'e qədər sıra müəllim, məşhur fizika müəllimi. Və bir 5-10 ildə dərsləmi, sonra dövlət vazgeçlərlə yaxınləsə, mənim deməkdə məqsədim odur ki, həyatda ən böyük məhəbbətin, hörmətin, izzətin olan valideynlər və müəllimdir. Çünki bu iki şəxsiyyətdə cəmiyyətin formalaşmasında müstəsna xidmət olan şəxsiyyətlərdir. O şəxslərdən də biri çox hörmət düşkünlərdir. Çox böyük əməli var rayonumuzda, çox böyük əməli var bütün ziyalıların formalaşmasında. Heç yanından çıxmaz. Bu da bizə bir yoldaş kimi demək istəyirəm. Vaxtında bir Temur müəllim vardı bizdə, məktəb direktoru. Allah rəhmət eləsin. Müstəsna xidməti olan məktəb direktoruydu. Hələ o vaxtlar Ələbayramın şəhər Qarqa Komitəsi tabi edildiydik. Mən də Muğanda Qəsədə Sovetin sərliydim. Bu müəllim 5 saat məktəbin direktorudur. Elə oldu ki, bunun məsələsini büroya qoydu. Büroda müzakirə olunur. Mən də o Qasların Qırqaşov verirlər, daimi dəvət olunan büro üzrə kimi iştirak edirəm. Birinci katib Qubaqov Hüseyin. Dedi ki, ay oldakı məktəb direktoru. Sən baxıram, uzun müddət işləyirsən, filan rəsməkandır. Bəzən görürsən, ailədə, uşaqda, böyüdə biraz çatışmamazlıq olur. Belə bir məsələ müzakirə olunur. Bəs bu cəmiyyətin tərbiyəsində sizin rolunuz nədən ibarətdir? Muhtaraba belə bir fikir söylədi. Müəllim müəllimdir. O öz gözəl fikrini gör, necə ərz edər. Dedi ki, Hüseyin Qaviş elə belə deyirdilər o vaxtlar. Doğru deyirsiniz. Bəzən görürsən, vətənə, xalqa, dövlətə bağlılıq ailəliyyətdən çıxar. Mən həmişə dövlətin çağırmışım, partiyada çağırmışım, xalqıma olan məhəbbəti, şagirdlərimə olan məhəbbəti ailə qayısı uşaqlarla bir balaca çəkliyirdi. Ona görə ola bilər, mən cəmiyyətindəlik bu sayədə biraz nöqsana yol vermişəm. Vaxtı özüm qərar qəbul etmişim, məktəb direktorluğundan çıxsın, büronun qərarı gedir. Həmin dəqiqə birinci katib qərarını dəyişdi. Bir anda cəmiyyətimizdə bu qədər yer verir, bugündən etibarən Özbərin Şahı Təhsil Şöbəsində baş inspektor vəzifəsinə təmin edir. Ulu öndər demişdir. Həyatda ədalətsizlik müvəffəqiyyətsizlik deməkdir. Qoy ədalətlə tərşansın. Həmişə şükür mənim ədalət bayramımız olun. Eşq olsun şükür mənim bir daha. 1996-cı il, 98-ci il, noyabr ayının 21-i Yeni Azərbaycan Partiyasının yaranmasının 6-cı il dönümünə həsb olmuş tədbirdə iştirak edir. Ulu ömrünün fikrini demək istədim. Bütün rayonlar haqqında dedi, Hacqabla gələndə qısa bir cümləyəm, ancaq çox mütəfəkkir bir fikir. Dedi ki, mən iftixar sinəyə edərəm ki, artıq Hacqablıda kadrlar yetişir. Bax, bu kadrları dünya əlir. Eşq olsun Hacqablılara, eşq olsun şükür mənim sizə, eşq olsun bütün iştirakçılarımıza, var olsun dövlətimiz, var olsun dövlətçiliğimiz, var olsun Yeni Azərbaycan Partiyası, dövlətimizin bugündən başında duran çox hürmətli başçılarımıza, prezidentimizə və bütün nə qədər təbiəti sevən insanlar ki var, tərəqqələrdən insanlar ki var, hər gündən ayrı eşq olsun. Başda rayonumuzun baş müəllimi olan şükür müəllimə. Və ən böyük müəllim olan Sahib Sağ ol. Biz bir-birimizi həmişə belə adlandırmışıq. Mən deyim ki, şükür müəllim, siz rayonun baş müəllimsiniz. Bu deyir müəllim, deyirəm, böyük müəllim sizə. Bu məqamda
sözü Şükür müəllimi yaxından tanıyan, rayonun din xadimlərini təmsil edən Hacı Arif Abbasova versək daha yaxşı olar. Buyurun. Allah'ın şükürleri olsun, Allah'ımızdan razı olsun, şükürlerini. Kavazıdan diyeyim, Allah sizi sağ etsin. Şükürlerim, sağ olun, sağ olsun. Şükürlerim, Allah sizi var etsin. Var olun, var olsun. Siz, ben bunu həmşə deyirəm, ziyalılar bir olur. Ziyalılar elə bir adam deyir, fəhlə deyir, şəmsi deyir. Ziyalılar bir nurdur ki, xalq öz nuru ilə, ziyalıları ilə tanır. Əgər bugün, məsələn, başqa rayonlardan əksəm ki, Şükür müəllimin tələbə yoldaşları, keçmiş yoldaşları, amma sahib gəlibsə, deməli, bu Şükür müəllimin ziyarlılığının nurunun işığıdır bu gün bu cəmaat bura yığılır. Bu gün bura yığılan adam ola bilsin ki, kiminsə Şükür müəllimdən xoşu gəlməsi, biz gəlməzsiniz, amma bura gələn hər bir adamın ürəyində bir məhəbbət var. Şükür müəllim, sizin həyatınıza, sizin yaradıcılığınıza, sizin fəaliyyətinizə, sizin yetirdiklərinizə, sizi yetirənlərə. Yəni bir dərin hörmət var ki, siz bugün burada bu ziyarlığı təmsil edilməklə həyatı necə yaşamışsınız? Sualına cavab deyil. Bu kitab, əllərində bunu gətirdim da, bu kitab təkcə kitab deyil. Təkcə kitab deyil. Bu kitab Şükür müəllimin həyatına bir baxış. Bir təftişdir Şükür müəllimin həyatı. Burada nə qədər sözlər var? Söz yobayardan məsələn deyirlər, çox kitab yazma olur, amma inanın, mən bu söz biraz başqadır deyir ki, bu kitabda yazılan xatirələrin hər bir sətrinə, hər bir sətrinə bir kitab yazmaq var. Çünki zəngin həyat yaşamaq, fəxrli həyat yaşamaq, xalqın, cəmiyyətin, cəmaatın hörmətini qazanmaq, bu az şey deyil. Bu gün əgər biz Şükür müəllimlərində öz qiymətimizi verəcəkdən nəzər verilirsə, bu demək deyil, biz Şükür müəllimə qiymət veririk. Biz özümüzə qiymət veririk, gələnlərdən. Çünki yaxşı adamı tanımalığın özünün də yaxşılığı ondadır ki, sən deməli yaxşısan ki, yaxşını tanıya bilirsən də. Şükür müəllim deyib, Allahcan sağ eləsin, oturub burada hamız deyirik, gözəl də deyirik və düz də deyirik. Amma Şükür müəllimin fərqini istəməyən bir yaman bir adam olanda, necə qəşi yox deyirik, nədən istərsiniz, orada hamız boş-boşda cəhərin danışırız. Amma inanın, burada bir zərrə cəhən yox, bir zərrə cəhən yox. Mən çox şaham ki, Şükür müəllimi, Toğaylar Misir müəllim dedi ki, Alcun'u, doğrudan da bugün Alcun'u Şükür müəllim. O mənada ki, Şükür müəllimin bugün həyatının ən əlamətdar günlərindən biridir. Bugün elə bir gündür ki, hər bir insanın uğurunun və fəaliyyətinin cəmləşdiyi bir gündür ki, bu gündə elə təkcə biyolojide olmaq olmur ki, eyni zamanda yəni tərzdən həyata doğurursan, o ilə ki, bir keçmiş günlərə baxanda, keçmiş günləri xatırlayanda, həyatda rast gəldiyin adamlarla bugün burada münasibət olanda, deməli, həyat əbəs yaşanmır. Sabahlarda, keçmişlərdə bir mahnı oxuyardılar. Görəsən dünyaya nöş gəlir insan. Bu təbii ateizmin bir düşüncə tərzidir. Görəsən dünyaya nöş gəlir insan, sualının cavabını
ritorik yani sualın cevabını tapmaq istəyən vaxtında bu kitablara müraciət eləsin. İnsan bu həyat yolunu keçməyimizdən ötürü dünyaya. İnsan bu həyat yolunda ucalmaqlıqdan ötürü dünyaya. Şükürlərim devamlılığından demək olur, 35 əl müəssisədən Allah ki, bir xatirəmdir də deyəcəm, ona da sözüm tamam. Bu 30 ildə mən deyərim ki, sizə dəyişən yeganə bir nəyiniz varsa o da saç uzuna var. Ama bu da pis deyil, ataların misalı var deyil, ucaqlarlara qalır. Əgər o baş doğrudan da ucalırsa həyat yolunda, doğrudan ucalırsa həyat yolunda, o başa qar yapmalıdır. Çünki ucada hər daha görsən ki, qar yapır. Amma baxırsan bugün Şuşanın dağlarına başında qalır. Bəsərdir. Mən daha biraz yekunlaşdırım. Həm Türkiye'yle Cabir Nuruz'un bir şehri var idi. Bir arzum var ey adamlar, o ülkeyi sağlığında kıymet verir insanlara. Şükürlerim siz bu kıymeti onsuz Allah'tan alırsınız. Ama zamanın da size bu değeri vermeliği həyatın bir fəlsəfəsidir. Sağlığında değer veren insan. Həzrət Əleyhisselam deyir, heç vaxt bir yaxşıyla biz sənin yanında eyni olmasın gerek. Çünkü belə olarsa, onda yaxşılığın eləməyindən qalacaq. Pislik isə pisliğinə davam edəcək. Təşvik olunacaq ki, yəni onsuz bir söz deyən yox, bir şey deyən yox. Veya o yaxşıyan adamda belə bir psikoloji hal var da, ne olur mən də bir yaxşılığım deyək. Yani bu adamları yaxşılığın deyəndə, o yaxşılığa daha artıq təşvik olur. Daha artıq istəyir yaxşılıq eləsin. Şükür mənim həyatımdan dediyim kimi bir epizodda mən deyim, orada kitabda da var bu. Yəni, şükür mənim haqqında dediklərimdə. 90-cı illərin, təxminən 92-93-cü il idi. Klemesinində bilənlər bilirlər. Yəni, orada böyle düşün, Molla indi demək biraz şeydi, çətin məsələdir. Ağsaqqalı böyüyü. Ağsaqqalı deyək. O bir söz deyək, yəni Molla sözü barəsində biraz məzərdə çıxır. Baxın, atalarımızın yoluna qurban var. Onlar çox gözəl bir söz deyirlər. Deyirlər ki, hər oxuyan Molla həmin olmaz. Demirlər ki, hər oxuyan Həsən Məzər qalır olmaz. Demirlər, hər oxuyan Mirzə Fəsəl Axundov olmaz və s. Amma şükür mən sözün qıtarından sonra ola bilsin kimsə sizə deyir ki, şükür mənim o soğan kimdir çıxartdınız orada. Allah eləməsin, qətiyyən. Bu eyləmin əmin bu sözünlə biraz özlüyümdə təşkil etdirmək istəyirəm. Yəni, falan nə qədər çoğan da olsam da üzr istəyirəm. Allah sözünü versin. Gəlmişəm və deməyə borc biləm özünü. 90-cı illərin bir günüydü, ağır günlərimiz idi. Ağır günlərimiz. O yandan üzübəri qaçqınlar seyfim açılıb gəlirdi. Bizim də Bahaz yolumuzda onların çoxsu məşhurlaşmışdı. 92-ci il, 92-ci il. Səhər günlərinin günlərin bir səhərində daha doğrusu, bir gün gördüm, mən sağında evliydim. Səhər namazından sonra geçmişim. Evliydim üstündə. Bir gün gördüm, mən sağında şükür mənim səhər sağında. Yəni, hamı bilməzsə sizin təhsil fəaliyyətiniz barəsində dedi. Mən də istəyirəm sizin o əxlaqi, insani, kamil bir cəhətinizi deyim. Şükür mənim çağır, xeyr, o dedilər ki, gəl də şükür mənim çağır, şükür mənimdir, müəllimliklərindir. Onun çağırına, muğlu olmuşsa kim olursa, onu getmərsin. Gəldim, şükür mənim, əleyhissalam, görüşdük elədik, nə məsələdir? Və məsələnin bir orada axır olmuşsa, həyətə gələndən sonra da başa düşdüm, yəni bir dəxil içində adam gətirir. Orada o qədər şəraitimiz də yox idi da. İndi Allah ömür versin, ona ihsanı tərəflərindən biri də məscidlərimizdə
yəni o rüyasızlarsın, yəni belə bir yerlər, vallahi öldürürsün. Allah özünə can sağlığı xanımla dünyalar qədər rəhmət eləsin, yəni bu işləri yoxdur. Nəysə, o vaxt elə biz oradan belə su gətirirdik. Nə bilim, o qaz yox idi, ağacdan, kimin həyətinə vardı, yıldır gətirirdi, su qararası qızdırırdı, nəsə belə bir şey. Benim şeylərim nəydi, boğulmuşdu, bir yox. Bir kimdi, bir qaçqının aranı. Mən axşam heç edmişəm ki, özür qonşularında bir qatlayanlarsa, biraz əlavəydi, hansısa işçinin qonşusu düşürməm. Bəlkə bir qaçqında əhmədə gedir. Onu dəfn etmək oldu, dedim candan başına. Biz məsələn işimizdən başladık ki, mən bu zəhətindən daha çox uğralamaq istəyəm, mən gəzəyim. Şükür mən, gedin və siz işimizi görək. Doğru var ki, atası anası ölür, haradasa bir kolxozda bir süpürgəçlərin bir qadiridir. Atası ölür, deyir ki, axşam iclasdan sonra gələr. Şükür, atası ölür. Yox. Şükür mənim bu zəhətin demək istəyir. Şükür mənim işin gücünü atdı, o təhsilin, fəaliyyətin qoyub kənara insanlıq üstünlük gəldi. Şükür mənim əvvəlindən axırına qədər oradan ayrılacaq. Sərəvəndə dəfnə qədər. O hansı günlərdir? O günlərdir ki, adam heç özü üçün bilmirdi nə varsa. Bu hansı günlərdir? O günlərdir ki, insanlığın tanıtılmağından ötürü imtihana çəkir. Ağır bir vəziyyətdir, neyləmək lazımdır? Hələ qulağın nəğməti bilatmalıdır mı? Belə bir günlərdə şükür müəllim kimi ziyalılar olmasaydı, biz o ağırlıqdan çıxa bilməzdik. Biz bu ağırlığın altında sınardık, əzilərdik, tapdalanardık. Amma həmd olsun Allah'a ki, Allah bu cür ziyalıları bizim cəmiyyətimizə nəsib edir. Şükür mənim kimi ziyalıları yetişdirir. Bəxtiyar mənim başda olmağına da burada getirmələri çoxdur. Yetişdirir və cəmiyyətə layiq, zəngin bir həyat yolu keçir və bu həyat yolu onun o ucalığın daha da ucalır. Daha da ucalır. Şükür müəllimə ehsanatından danışmayayım. Şükür müəllim, mən özüm də iştirakçısı olmuşam. Gələ vaxtlar olur ki, bir yekər edəmək nəyə kəsdirir, kasıb üsullara yetirir, sizlərə pay verir. Mən də xülə tərəfinin olması elədim, rəhbər olduğuna görə mən də o işlərin içərisində olmuşam. Hansı işləriyə görəsən ki, nümunə görür o anında, o yolunda, o şəklində şükür müəllim cəmiyyət üçün nümunə görür. Mən məsələn şəxsən elə bir tanımıram, elə bir hal ki, mən deyəm şükür müəllim təhsil sahəsinə sən kimiz oradan təhsil işçiləri burada danışır, hansı bir kimi şükür müəllim yolda canım sağlam edilsin. Şükür müəllim məsləhətlərlə özünüz də təhsil öyrəsindən müdür olur. Amma bilirsən, təhsil metodikası, təhsil pedagogikası deyəm. Ümumiyyətlə, təhsildə idarə etmək, yəni burada nümunədir, insanlıqda nümunədir, ehsanatda nümunədir, yaxşılıq eləməkdə nümunədir. O misal var, bir də bunu da demişlərlə oturub, bu fəlsəfi şəkildə ilahə dini bir termin. Deyir, insan yaxşı olur. Çünki yaxşılıq eləmək yaxşı şey. İnsan pis olur. Çünki pislik bir şey. Hər sən sonradan yaxşı olub tərif alacaqsan, mükafat alacaqsan, o heç o öz yeri. Bəli başdan yaxşı olmağa çalışır. Çünki yaxşı olmaq yaxşı şey. Pis olmaq.
İkincisi, bir aletinde bir söz var, diye eğer bir əməl vermək istəyirsən, get dur güzgünün qabağında, dur güzgünün qabağında, bax o güzgüyə. Gör oradan sənə kim bax. Əgər oradan sənə gözəl bir sima baxırsa, elə bu hissidir. Çünki bu gözəlliyin üstünə çirkinlik gətirmək ən qəbir bir işdir. Yox, görürsən orada çirkinlik istər baxırsa, onda insaf edə, bu çirkinliyin üstünə belə çirkinlik gəlir. Sizi tanıyan, biz hamımız düşünməli. Elə bir Doğrudan da çox, mən özüm də düşünməlimdə şahidədim burada. Mən özüm açıq biraz xəstə halıydım, yəni açıqdır da. Mən müalicəli sistem qoydum. Amma o adam mənimlə sağ olsun zəng edir, mənimlə dəvət edirəndə. Dedim valla, indi müalicə deyəm, 99% inşallah gələcək. Allah imanınızı kârlayasın. Kan qalır da, o bəndə Allah'ın işini bilmək olur. Yəni bizim buraya gəlməyimiz, Şükür müəllimin boynuna minnət qoymaq deyil. Bizim bura gəlməyimiz Şükür müəllimə dəyər verməkdir. Qiymət verməkdir. Allah hamıza razı olsun. Allah sizi var eləsin. Allah sizi bizim cəmiyyətimizdən çox görməsin cəmiyyətimizdən. Allah sizi var olsun. Sağ olun. Sağ olun.